10 milyard manatlardan pullar yatırılıb və düşünürəm hələ bundan sonra da 10 milyard manatlar da yatırılacaq. Nəyə görə? Ona görə ki, biz hamımız, mən şəxsən orada olmuşam, görmüşəm o torpaqları, Ağdamda olmuşam, orada Ukraynadan gələn deputatlarla getmişik, daşı daş üstə qoymamışlar, ekotsit, ağacları yandırıblar, bunlar hamısı bərpa olunmalıdır. Bunlar hamısı infrastruktur layihələri indi qutarır. İndi qutarır. Xüsusilə mina məsələsi. Minadan danışmıyor. Mən sizə deyim də, cənab prezident keçən illəri, səhv eləmirəmsə, Türkmənistanda çıxış eləyəndə dedi, əgər orta templərlə getsək, dedi bizə 25 il və 30 milyard dollar pul lazımdır. Ermənilər o minaları elə səpəliyiblər ora. Elə səpəliyiblər. İndi də hamısını da gizlədirlər, ya öz yadlarından çıxıb və yaxud da. Nəysə, erməniləri biz bu günləri kəskin formada tənqid eləməyəcəyik. Ona görə ki, biz normal münasibətlərə gedirik, amma fakt faktlığından qalır. Deməli, bu da kifayət qədər vəs. İndi nə qədər insanlar orada minadan həlak olan var və yaxud da ziyan çəkən var. Oradakı kənd təsərrüfatının inkişafı, bu günləri mən bilirəm, səhv eləmirəmsə, minlərlə hektarlar artıq hazırdır ki, kənd təsərrüfatı məhsul. Amma bilirsiniz, insanları indi ora köçürməyə planlı şəkildə o böyük qayıdış başlayıb. İnsanları ora köçürməkdən qabaq, onlar üçün ev, şərait, İşlə təmin edilməli. İşlə təmin edilməsi, indi kimsə gedəcək, sahibkar olacaq. Axı, fikir verin, dövlətin strateji fikrin nədir? Demir ki, misal üçün, keçmiş köçkünə, keçmiş qaçqına ki, alı bu sənə torpaq verirəm, 10 manatda pul verirəm, sən gəl burada ək. Elə məsələ həll olunmayacaq, bilirsiniz. Ona görə ki, biz 90-cı illərdən gördük nə baş verir, nə verir baş. Ona görə bir günləri dövlət bunu planlı şəkildə eləyir, evlər tikilir, sosial obyektlər təhvil verilir, insanlar köçür, işlə təmin olur. Bəli, bu ola bilər hələ bir 7-8 ildə çəkəcək. Amma 1 milyon adam ora köçürülür. Daha çox hansı sahəyə yatırım edilir hazırda? Orada istənilən sahələr var. İstənilər. Agro barəsində aqroparklar var, biri var, birində yaradırlar, 3 aeroport. Bu elə belə deyil. Bilirsiniz, bunlar hamısı gələcəkdə turistik bir Məkkəyə çevriləcək ora. Kənd təsərrüfatı məhsulları, emal, təkrar emal məsələlər, qızıl, gümüş, uran, mərmər, nə istəyirsiniz var orada? Bunlar hamısı Azərbaycanın. Daha çox hansı ölkələrin biz orada investisiya etdiyini görürük. Türkiyə var idi, Azərbaycanla yanaşı. Azərbaycan bu işini yaxşı bilir. Bilirsiniz nətərdir? Biz dost, qardaş ölkədir. Türkiyədir, Pakistandır, başqa ölkələrdir. Çox sağ olsunlar. Özbəkistan orada, bəli, Macaristan da kifayət qədər pul ayırıbdır, nəsə tikmək istəyir. Planlı şəkildə. Planlı. O plansızlıq məsələləri 90-cı illərin axırı zat, onlar hamısı qoyuldu qırağa. O vaxtı Azərbaycana bir lokomotiv lazım idi. İqtisadiyyatı nəyin bahasına olursa olsun qabağa çəkməyə. Bir günləri kifayət qədər şərait var, planlı şəkildə. Bilirsiniz, 5-10 ildən sonra heç kimin... Elə o sual verəcəkdim ki, töhfəsi nə vaxt görüləcək? Töhfəsi ən azı 5 ildən sonra. 3-5, bəlkə də 7 il. Nəhəng vəsait lazımdır. Özü yeni texnologiya ilə.